Salam, hər biriniz xoş gördük, əziz dostlar. Mən Atan Əhmədov, məntiq üzrə təlimçi. Bugün biz sizlərlə son keçirilən dövlət imtahanlarında qəbula düşmüş məntiq suallarının izahlarına baxacağıq. Qeyd edeyim ki, əlavə olaraq bizim dostlar dövlət orqanları üçün sınaq toplumumuz məntiqdən ibarətdir. Burada ümumilikdə dövlət qulluğu, gömrük, miqrasiya və fəaliyyətin davam etdirilməsi sertifikatı üzrə 20 sınaq 600 sualdan ibarət olmaqla əvvəl keçirilmiş qəbullarda və son keçirilən qəbullarda qəbula düşmüş sual tipləri ilə bağlı o 20 sınaqdır. Siz bu sınağı əldə edə bilərsiniz və növbəti imtahanlarda daha yüksək nəticə əldə edə bilərsiniz. Sınağı əldə etmək istəsəniz, dostlar, ekranın aşağısında göstərilən nömrə ilə əlaqə saxlayıb və bir çox kitab evlərindən də artıq əldə edə bilərsiniz. İndi isə gəlin keçid eləyək sualları. Demək dostlar, son keçirilən fevral ayının qəbul suallarının da əksəriyyəti bu sınağın içərisində mövcuddur. Siz bilirsiniz ki, biz artıq hər imtahan öncəsi sizlərlə bərabər böyük formatda bir neçə saatlıq yüzlərlə, hətta yüzdən çox, yüzdən biraz az da ola bilər sualların izahına baxırıq. Bundan əvvəl də sizlərlə bərabər 8 dənə marafon paylaşmışıq. Həmin o videoları da izləyə bilərsiniz kanala daxil olub. Birinci sual dostlar ardıcıllıqdır. Bildiyimiz ədədlərdən ibarət olandır. Bu səfər ədədin kvadratlarıdır. 13-ün kvadratı 169. Onun tərsini yazır. 14-ün kvadratı 196 tərsi. 225-in 15-in kvadratı. 16-nın, 17-nin, 18-in kvadratı 324-dür, 432. İndi məndə 19-un kvadratı lazımdır. Bu məndə eləyir 361. Amma mən onun tərsini yazıram. Nə? 163. Daha sonrasında, dəyərli dostlar, mətn təhlili ilə bağlı son keçirilən qəbula belə bir sual düşmüşdü. Qeyd edeyim ki, ekranda gördüyünüz bu sual köhnə magistrın qəbul sualıdır. İllər öncə də qəbula düşərkən bir çox tələbə tərəfindən yazıla bilməmişdi. Asan bir sualdırmı? Yox. Hətta mən özüm tələbə olarkən bu sualı xatırlayıram. Tapa bilmədiyimə görə o belə desəm bəlkə də bəziləriniz üçün gülünc doğura bilər. Yuxumda tapmışdım bu misalın həllini. Çünki o qədər misala fokuslanmışdım ki, orada bir çıqqılı qırılma nöqtəsi var. Ora heç də toxuna bilmirdim. İndi dostlar, nə verib? Jalədir, 5 nəfər adamdır. 4 dənə dildir. Hər nəfər də 2 dil bilir. Bax, Jalə, Nicat, İradə var, İbrahim var və bir də var Fərid. Bir də dostlar, bunların bildiyi dillər var. İngilis, fransız, rus və bir də ki, alman. Bax dostlar, dillərində sayı var. Deyir, məsələn, İngilis dilini 4 nəfər bilir, fransız 3, rus 2, alman 1. Burada ən əsas bir şərt var. Jalə ilə İbrahimə diqqət etmək lazımdır. Digərləri bizə daha çox tapmaqda da kömək eləyəcək. Deyir, dostlar, fransız dilini bilən bir qız və 2 oğlan var. Yəni, bu deməkdir ki, Jalədən ya da İradədən biri fransız dilinə bilə bilər. Başqa heç biri yox. Deyir, Nicat və Fərid yalnız İngilis dilini bilir. İkisinin ortaq danışa bildiyi dil. Yəni, Nicat və Fərid İngilis dilini bilir. İngilis dilində artıq məndə 4 nəfər getdi, qaldı 2 nəfər. Və bunlar artıq başqa hər hansısa bir ortaq dil danışa bilməz. Nə fransız ola bilməz, nə rus. Yəni, biri fransız olsa, biri ruslu ya da alman. Deyir, Jalə və İbrahim eyni dilləri bilirlər. Jalə ilə İbrahim eyni dilləri bilirlərsə, Jalə ilə İbrahim heç bir zaman alman dilini bilə bilməz. Burada əslində dostlar, həm Nicatla Fəridlə işləməliyik, həm Jalə ilə İbrahimlə. İndi baxıram bu hissəyə. Mən bilirəm ki, fransız dilini bilən məndə kimdir dostlar? 2 nəfər, 1 nəfər qız və 2 nəfər oğlan. Jalə ilə də İbrahim eyni dilləri bilmir deməkdir ki, yəni Jaləni hara yazsam İbrahim orada olmalıdır və yaxud da ki, İbrahimi bura yazsam Jalə orada olmalıdır. Gəlin bax birinci iradəni götürək fransız dilinə. Fransız dilinə əgər iradəni götürsəm, onda dostlar Jalə burada ola bilməz. Çünki niyə? Qızlardan biridir. Jalənin ola bilmədiyi yerdə İbrahim ola bilər? Yox. Onda verilən misalda dostlar, İradə 2 dənə oğlan olmalıdır. Kimlər olacaq burada?
həm Nicat, həm Fərid. Onda mən bir qaydanı pozmuş oluram. Nə? Axı Nicatla Fərid ancaq ingilis dilidir. Demək burada jaləni yerləşdirsəm, fransız dilini bilən qız kimi. Onda mənim üçün nədir? Yanlışdır. İndi iradəni daha doğrusu. İndi gəlin jaləni yerləşdirək. Jalə fransız dilini biləndə artıq iradə bilmir. Avtomatik İbrahim də fransız dilini bilir. Çünki jalə və iradə eyni dildə danışırlar. Bəs ikinci oğlan kimdir? Bax onu bilmirəm. Nicat da ola bilər, Fərid də ola bilər. Digər toxuna biləcəyim yer isə budur ki, bax, Jalə ilə İbrahim ingilisdirmi, rusdurmu? Hər ikisində də iki nəfərli yer olduğuna görə, bax, götürüb əgər Jaləni rus dili yazsam, İbrahim də mütləq nə olmalıdır rus dili? Artıq rus dili yerimdə doldu. Onda məndə ingilis dilinə kim qalır? Jalə ilə İbrahim olmaz. Avtomatik kim olacaq? İradə. Axı dostlar, məndə 4 nəfər ingilis dilini bilir. Jalə ilə İbrahimi rus dilinə yazsam, avtomatik məndə qaldı 3 nəfər. Deməli, Jalə ilə İbrahim rus dilində səhvdir. Yəni, rus dilində ola bilməz. Onda Jalə və İbrahim hardadır? İngilis dili. Tez bunu tapmış oluramsa, dostlar, 4 nəfəri yerimdə oldu artıq. İradə onda ingilis dili ola bilməz. Baxın, iradə ingilis dili ola bilmirsə, 2 dənə minusu var. İradənin onda bildiyi dillərdən biri rus dilidir, biri də alman dilidir. Alman dili yerim doldu artıq. İndi məndə fransızda qalıb bir yer, rusda da qalıb bir yer. Alman dilimdə də olub. Bəs müəllim, Nicat mı rusdur, yoxsa Fərid mi rusdur? Dostlar, bunu dəqiq bilmirəm. Yəni, Nicat fransız olsa Fərid rusdur və yaxud da ki, tərsinə. Nicat rus olsa Fərid rusdur. Fərid fransızdır. Ona görə mən burada Nicat və Fərid haqqında dəqiq bir məlumatı deyə bilməyəcəm. Bu da məndən nə soruşurdu? Kimlərin bildiyi dillər dəqiq məlumdur? Jalədir, iradədir, İbrahim. Çətin bir testimi, bəli. Ona görə də dostlar, belə bir mətnlər düşdüyü zaman çalışın ki, ya ən sona saxlayasınız, ya da beyninizin daha rahat olan vaxtında etməyə çalışın. İndi keçid edən dostlar, digər bir suala. Üçüncü sual. Qeyd edeyim ki, bu sual tipi ilə bağlı biz sentyabr ayında keçirilən A növü imtahanında da belə bir sualla rastlaşmışdıq. Daha sonra bu yanvar ayının imtahanında da gəldi dövlət qulluğunun qəbulunda düşdü. Fevralda da düşdü. Əslində biz bunun B növü üzrə iyunda, avqustda və oktyabrda biraz daha çətin versiyasını görmüşdük. Bunlar onun biraz daha yüngül formasıdır. Sadəcə olaraq burada nəyə diqqət etmək lazımdır? Ekranda gördüyünüz sualda yanvar ayının qəbul sualıdır. Yazı bir dostlar, D bərabərdir 1,3T-yə, o da bərabər, o da kiçikdir 0,9A-dan. Burada hər hansısa bir ədədin neçə olduğunu vermir. Biri 1-dirmi, 3-dürmü, 4-dürmü, onları bilmirəm mən. Mən sadəcə o natural ədəd vereyim. Və belə bir şey deyim sizə. Bu misal daha yaxşı başa düşməyinizi istəyirsinizsə. Təbii ki, qəbulda dostlar bir tamamda o 2-yə vurmaq, 3-ə vurmaq, bir tərəfdən 4-ə vurmaq o kimi də sala bilər imtahanda. Amma o daha yüngülləşdirməkdir deyə misalı. Misalda axırıncı səfər bax bu nüanslardan istifadə eləmiş. Çünki tələbələrin nədən zəhləsi gedir? 0,8-dən, 1,1-dən. Bax, məsələn, U 6, məsələn, özümdən rəqəm qoyuram. Dostlar, U-ya qoyuram 8, A-dakı dostlar 10-dur. A-nın hansı hissəsi U-ya bərabər ola bilər? 0,8. Yəni, verilən ədədin özündən kiçik bir hissəyə aidsə, bu deməkdir ki, A normalda U-dan nədir? Böyük bir ədəddir. Onda gəlin bu hissədə, bax, yazı ver, D bərabərdir 1,3-dir. Yəni, D-nin 1,3 qatıdır. Onda belə çıxır ki, D məndə nədir? T-dən böyükdür. Deyir, A-nın 0,9 qatı isə, yəni, bax, fikir verin, 0,9 daha az hissəsi D-yə bərabərdir. Yəni, belə çıxır ki, A-nın özü də məndə D-dən nədir? Böyükdür. Aşağıdakı hissə fikir verin. Deyir, Y, M və T-nin cəmidir. Özümdən rəqəm qoya bilərəm. Məsələn, Y-ə verim 10, T-yə verim 4. 10 ilə 4-ü toplayıb 2-yə bölsəm 7 eləyir. Və yaxud müəllim, niyə 10 ilə 4 verdin? Gəl başqa ədədlər verək. İstəyirsən gəl verək. Məsələn, 11 ilə 5. Toplayıb 2-yə bölsəm eləyir 8. Bunu niyə yazıram bura? Yəni siz başa düşəsiniz ki, Y 2 dənə ədədin ortasındadırsa, adı üstündə ortağıdırsa 2-yə bölsəm. Y
N və T-nin arasındadır. Yəni nə? N-dən N-dən kiçik T-dən böyük və yaxud da tərsinə T böyükdür Y-dən, o da böyükdür N-dən. Yəni iki dənə versiyası var. İndi onu qabaqda daha dəqiq bilə bilərik. Hansı daha böyük və yaxud da daha kiçikdir. İndi bax yazıbdır ki 0,8 N böyükdür 1,1 S-dən. Kiçik S-dən daha böyükdür. Onda belə çıxır ki N-im böyükdür S-dən. O da böyükdür nədən dostlar? U-dan. Böyükdür məndə nə? Hələ ki bura qədər hər şey okeydir. Ha burada dostlar i hərfi olmalı. Deyəsən texniki bir səhv baş verib. Bax A 0,6 G-dən kiçikdir. Onda belə çıxır ki G bizdə nədir? A-dan böyükdür. Bəs 0,5 i də nədən böyükdür? A-dan, G-dən. Belə çıxır ki i də G-dən böyükdür. İndi bax deyir dostlar G-nin i-yə bölünməsindən. Bax G i-dən kiçik olduğuna görə i-yə bölündə necə burada danılır? Kəsrlə. Deməli u da n-ə bölünür. Bu da kəsrin alınması üçün. Buradan belə çıxır ki dostlar fikir verin n nədir u-dan böyükdür. Onda k-nı da u-ya bölübdürsə buradan belə bir hissə çıxır. Görürsünüz yuxarı hissələr kiçik, kiçik, böldüyüsə ondan böyük, böyük. Onda k kiçikdirsə u nədə? Böyük. Deməli belə çıxır ki u k-dan nədir? Böyükdür. Burada belə bir hissə yazır. Baxın deyir u ilə n-in cəmi, u-nun və n-in cəmi. U-un var, n-in var. T-dən nədir? Kiçikdir. T-dən kiçikdirsə belə çıxır ki dostlar bu ardıcıllıqda verilən bu hissədə T-nin sağındadır. N-də U-da. Bu da A-dan kiçikdir. Görürsünüz? Həqiqətən də A-dan kiçikdir. İndi burada bir dənə toxunulma olan yer T-dir, Y-dir, N-dir. Və yaxud da ki, N-dir, Y-dir, T-dir. İndi mən bilirəm ki, artıq N, S kiçikdir. O da dostlar, böyükdür nədən? U-dan. O da böyükdür nədən? K-dan. Mən də bayaq belə bir versiya almışdım. Ya N, Y-dən böyük, T-dən böyükdür. Amma fikir verin, T axı bundan böyük olduğuna görə Y də N-dən böyük olmuş olur. Bu da mənə deyir ki, dostlar, sırada olan dördüncü hərf hansıdır? Yəni sırada olan kiçikdən böyük olur. 1, 2, 3, 4. Dördüncü hərf N-dir. Bilirəm, ilk baxışdan çətin gələ bilər, biraz düşündürücü olsa da, belə tam olmayan hissələrlə verdiyinə baxmayın. Misalı etmək istəsəniz, daha rahat etmək olur. İndi dostlar, keçirik bizə 23 yanvardadır. Qəbula düşən və bir daha da düşməyə davam edən həmin o bir çoxlarımızın axtardığı neft məsələsi. Biz bu kimi suallarla artıq bununla neçənci imtahandır rastlaşırıq. Mən deyərdim ki, BB-nin qəbulunda keçirilən cədvəl daha çətin idi, nəinki bu. Bu misalın özündə yaxşı ki, bizə əlavə olaraq bir ton verməmişdi. Məsələn, yazsaydı ki, burada 400 min ton neft üçün qiymətləndir. Hə, onda bizim işimiz biraz çətinləşərdi. Çünki məcbur idik verilən misalda bir-bir tapaq. Bu kimi misalları edərkən biz onu faiz məsələsindən də bilirik. Yəni bu o deməkdir ki, yazbet dostlar 10 dollara görə 0,4, 0,7 dollar azalır hər 10 dollara görə. Artması və hər 0,7 dollara görə də azalması. Neftin miqdarını verməyib deyə bunu tapmaq mənim üçün artıq rahatlaşır. Nə ilə bağlı? Özümdən bir rəqəm də götürə bilərəm, tənlik də götürə bilərəm, x də qoya bilərəm. Amma mənə dediyim kimi, bayaqki misalda desək də 400 min ton neftdir. Hə, indi oturub bir-bir hesablamalıyım. 400-ün 14-də 3-ün, 2-də 1-in, 7-də 2-sini tapıb, bunları təzədən vurub 56-ya, 116-ya, 105-ə. Sonra ümumi məbləği toplayıb ortalamasını çıxardacaqdım. İndi mən burada hər hansısa bir ədəd verməyib deyə dostlar. Məsələn, x ton mənim üçün bir neftim var. Bu neftin dostlar nəyi? 14-də 3. X ton neftin 14-də 3. Bilirəm ki, neçə dollara satılır? 56 dollar. X ton neftin dostlar əlavə olaraq nəyi? 2-də 1-i. Nəyə satılıb? 2-də 1-i. Və bir də X ton neftin 105 dollardan 7-də 2-si. X vurulsun 7-də 2.
Bunları bura qeyd elədim. İndi dostlar, satdığım məbləğ hissəsini də bunlara vurmuş olsam, 56 dollara bunu satıram. Üzərinə gəlirəm. 116 dollardan bu hissəsidir və üzərinə də gəlirəm. 105 dollardan da bu hissəsidir. Bunu da bıraq 105. Onda siz bu tənliyi həll etmiş olsanız, buradan ümid alacaqsınız ki, 100 dollar ümumi bir barelinə düşən məbləğdir. Yəni bir barellə. Məsələn, bəya o dediyim qiymət var idi dostlar, X. Yəni hər hansısa bir ədəd versəydi, bizim işimiz çətinləşərdi. Çətinləşməzdi, hesablamamız artacaqdı və o bizi yorardı. İndi mən bilirəm ki, orta hesabdan 60 dollara satılıb və büdcə gəliri 51,7 milyard nəzərdə tutulur. Amma mən artıq bir barelim neçə dollardan satmış olmuşam? 100 dollar. Belə çıxır ki, onda verilən misalda mən hər hissədən nə qədər gəlir əldə etmişəm dostlar? 60-dan 40 dollar. Bilirəm ki, 40 dollar artıq, daha artıq gəlirim var. Onda bu hissədə hər 10 dolların içində də 0,7 dollar artım baş verdiyinə görə onu da vuraram. Hər 10 dollarda, dostlar, 4 dənə, daha doğrusu 40-ı bölərəm 4-ə, bərabərdir. Ona bölərəm 4. Həmin o 4 də vuraram 0,7-yə. Əlavə olaraq 2,8 milyard dollarda mənim qazancım var. Onda 51,7-nin də üzərinə 2,8 gəlsə, bu da bizdə etmiş olur 54,5. Standart vergi orqanlarının qəbulunda, yüksəliş müsabiqəsində də öyrəşdiyimiz kimi, deyirik cavabı təşkilə qədər yuvarlaqlaşdır. Yuvarlaqlaşdırsaq, verilən hissə 5 və 5-dən yuxarı hissə olduğuna görə biz bunu qeyd edirik 55 milyard dollar. Çətin bir sualdırmı? Dediyim kimi, rəqəm versə çətin yox, sadəcə olaraq misalımız uzanardı. Keç eləyən növbəti bir suala. Biz əslində bu sualı artıq bununla bir neçənci səfər qəbulda rastlaşa bilirik. Verilən misal dostlar, 3-ə qalıqsız bölünməyini soruşur bizdən. O zaman deyəcəyim şey nədir? Birincisi 5 rəqəmli ədədin 3-ə bölünmək üçün həmin ədəd 3-ə də bölünsə, 6-ya da bölünsə, 9-a da bölünsə, 3-ə bölünmüş sayılır. Yəni 8-in, 4-ün və 2-nin cəmi 14-dür. 14-ün üstünə nəsə gəlməliyəm ki, dostlar, bu neynəmiş olsun məndə? 3-ə qalıqsız bölünsün. Onda verilən hissədə 14-ün üstünə mən nə gələ bilərəm? Bir 1. Bir dənə də yəni kod 1 olan 10. 10 gəlsəm, bərabərdir 24. 3-ə bölünür, hə. Daha sonra 14-ün üstünə gələ bilərəm 19-u, 5-i, bərabərdir 33. Bir də dostlar 14-ün üzərinə mən gələ bilərəm 16. Bərabərdir 30. Yəni biri 19, biri 1, biri 5, biri də ki 8. Yəni deyəsən cavab hissəsində bu qeyd olunmuyor burada. Yəqin nəsə bir texnik səhvlik olub. Yəni dostlar, doğru cavabımız nə olmuş olur? 1, 5 və bir də 9, 8. Növbəti bir sual sahə perimetrlə bağlıdır. Yanvar ayındakı qəbulda bütün keçirilən vəzifələr üzrə qəbulda rastlaşdığımız sualdır. Bununla bağlı dostlar, sizinlə bərabər bir səhv etmirəmsə ya 3-cü, ya 4-cü, ya da 5-ci videoda var. Dövlət qulluğu marafon izahlarında geniş formatlı izahını vermişəm bunun. Necə tapa bilərsən, nə tip eləsən daha yaxşıdır. Bu dostlar, birincisi verilən füqri hissələr ayrılır. Məsələn, bu gördüyünüz hissə 5, düzbucaqlı hissələrini ayırıram hələ ki. 5-i də bu hissədə. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 10. Üstə gələk. Növbəti hissədə dostlar, bax bu gördüyünüz 3-ün 3 olan çevrədir. Bunun sayəsini tapmaq istəsəniz, buraya ümumiyyətlə belə bir şey yazın. S bərabərdir. Bax, özü yaz düstur. 3-ün kvadratı vurulsun 3. Bərabərdir 27. Bu məndə çevrənin hansı hissəsidir dostlar? Verilən fiqurda. 4də 1. 27-nin də 4də 1-i məndə bərabərdir. 6-dan %75.
Üstünə gəlirəm 6 tam %75 plus. Bax bu gördüyünüz neçənin neçəyədir? 2'nin 2'ye. 2'nin 2 olduğuna görə dost bunu da sayısını taparam. 2'nin kvadratı vurulsun 3 bərabərdir 12. Bu da 12 olanda 12'nin hansı hissəsidir? 4'də biri bərabərdir 3. Bax dostlar 2'nin 2'ye düşəndə 2'nin kvadratı məndə neçə eləyir? 4. Yəni bu deməkdir ki 4 dənə kvadratın sayəsini tutub. İçərisi 3'dürsə çölünə nə qalır? 1. Həmçinin fikir verin. Bu radius 3 olanda 3'ün kvadratı 9 deməkdir. İçərisi 6 tam %75'dirsə toplayanda eləməliyəm ki məndə çöl hissəsindən bir yerdə cəmi versin 9. 2 tam 125 burasıdır. Təbii ki, indi bura yazdığım bəlkə də bir çoxlarınız nədir deyə anlamırsınız. İndi imtahan təcrübəsi olan dostlarım baxan kimi göydə alır artıq ki, bunu nə demək istədiyimizi. Amma sonra heç fikir verməyin. Oturun dostlar, bir-bir hesablayın. Bu artıq məndə 3'dür. Bax, həmin o 2'dən 2 bir hissəsi də burada var. Burada 3'dür. Üstünə əlavə olaraq gəlirəm 6. Plus. Bax, düz bucaqlı üç bucaqdır. 2'nin 3'ü. Sahəsincə tapılır. Katetləri hasilinin yarısı. Bərabərdə 6. Daha doğrusu 3. Üzərə gəlinsiniz. Plus. Bax bu gördüyünüz hissədə bəs buranın sayəsincə tapıram. Dostlar, bunu tapmaq istəyirsənsə, bunu bir radius forma bayaq kimi salsam, neçənin neçədir dostlar? 2'nin 2'ye. Yəni bunu bilirəm ki, içəri tərəfi məndə neçədir? 3'dür. Onda çöl tərəfi neçədir? 1. Onda uyğun olaraq burada 1'dir. Üzərinə 1 və bir də 1 gəlsən, bərabərdir. Bölür 22 tam %75, üstünə də 6 gəlsin, 4 gəlsəm, 5 gəlsəm daha doğrusu 27 tam %75. O delir deyibəm. İndi burada belə tutalım, adam istər-istəməz bölür hissələrə. İndi kağız daşıyıcılarda olsa bəlkə daha rahat tapardınız. Amma inandırım ki, sizə dostlar, bu testləri işlədikcə bunun üzərində, kompüterin üzərində yavaş-yavaş insan öyrəşir test tapmağa. Daha sonrasında 2024-cü ilin fevralından bəri bizə düşməyə davam edən və ilk dəfə 2024-cü ilin fevral ayında keçirilən, fevralın hətta 18-i beyanın qəbulunda keçirilən və açıq sual kimi düşmüşdü. İlk dəfə bu düşəndə təbii ki, bir çox dostlarımız bunu yaza bilməmişdilər. Bu da nə ilə bağlıdır? Təbii ki, bunun bir riyazi həlli də var geniş formatda. Lakin bunu belə bir metodika üzərində işləmişik. Hətta bizim bir ortaq müəllim dostumuz var. Onunla fikirlərimiz ortaq düşmüşdü. İkimiz də bu metoddan istifadə edirik. O da nə metoddur dostlar? Altının vuruqlara ayrılması. Yəni bərabər neçə bərabər hissəyə bölünürsə, həmin o bərabər hissəyə nə bölünürsə onu da qeyd eləmək lazımdır. Yəni altının vuruqları nədir? 6 vur 1, 2 vur 3. Bir də bunların tərsi. 1 vur 6 və 3 vur 2. Niyə? Mənə lazım deyil, dostlar, neçə adam oldu. Adam adı olmasın, olacaq nə bilim, adamların adı. Nəfər sayı olmasın, 2 nəfər ola bilər, 3 nəfər ola bilər. Əsas lazım olan şey bizə neçə hissəyə bölür odur. Mən də baxıram ki, dostlar, 6 hissəyə bölür. Sütunun birini toplayıram, fərqi yoxdur, solu sağı 12 eləyir. Yəni bu deməkdir ki, verilən buradakı rəqəmləri hamısını toplasaz, bu eləyir 360. Onu da bölərəm 12'ye bərabərdir 30. Məsələn, 1-dən 6 olmasaydı, 8 olsaydı. Nə yaza bilərdim mən? 8'in vuruqları dostlar. 8 vur 1, 2 vur 4, 1 vur 8 və 4 vur 2. Onda cəmi neçə eləyir dəyərli dostlar? 15. Yəni götürüb 15'e bölərdim. Növbəti bir sual fiqurların saat əqrəb istiqamətində fırlanmasıdır. Qeyd edeyim ki, imtahanda bu kimi bir sual düşdüyü zamanda siz bunu rahat tapmaq üçün mənim bir neçə ay bundan əvvəl bir izahım vardı. Orada geniş formatda demişəm, hansılar ki, söhbət nədən gedir? Hətta marafon birdə də dedim. Tərəf sayı eyni olanda, bax belə fikir verin, eynidir. 6'sı da eynidir, 8'i də eynidir, 4'ü də eynidir. Belə olanda, misalda, tərəf sayı hansı çoxdursa, o daha az fırlanır. Niyə az fırlanır? Bu dediyim nə deməkdir ki? Bax, dostlar, 8 tərəf var. Bilirsiniz də bir fiqur
öz oxu ətrafında 360 dərəcə hərəkət edir. Verilən misalda bunun bir tərəfindən digər tərəfinə dönmə dərəcəsini tapsam, o həmin 360-ı bölsəm 8-ə tərəf sayına bölürəm. Bir daha qeyd edirəm. Tərəflərin sayı eyni olanda. Yoxsa buradakı kimi əyri olanda yox. 8 tərəfdə 360-ı bölsəm 8-ə qalır məndə 45. Bu deməkdir ki, bunun bir dişindən o birisi dişinə qədər olan məsafə maksimum 45 dərəcədir. Baxın dostlar, bir dişindən o birisi dişinə qədər. Burada da ən maksimum dönmə ola biləcək hissə nədir? Tutalım, bax, buradan bura gəlməliyəm 45. Amma fikir verin dostlar, biz 45-ə də çatmayıb. Nə qədərdir? 5-ci fiqur. Olsun mənim üçün 25 dərəcə. Lap yazıram 30. Bura yazdığım dərəcələrdə dostlar, özümün təqribi olaraq yazdığım, yəni dəqiq bilmirəm, bəlkə 27-dir. Bax, 4-cü fiqura baxın, 4 dənə tərəfi var. 4-ü də eynidir. Əgər burada hər hansısa bir tutalım, belə bir dairəvi forma versəydi, onda dostlar, mən onda bunu fərqləndirmək üçün birazdan 1-ə tətbiq edəcəyim üsulu, mərkəzdən ki, sən düz xətt çəkəcəkdim. 4 tərəfi var, eynidir. 360-ı bölərəm 4-ə, 90. Yəni bir dişindən, bax, bir fər tərəfindən digər tərəfinə 90. Amma fikir verin, 90-a çatmayıb. Nə qədər? Olsun 4-cü fiqur 70 dərəcə. Növbəti bir fiqur isə, bax, 3-cü fiqur. 3-cü fiqurda dostlar, neçə dişi var? 1, 2, 3, 4, 5, 6. 6-sı da eynidir. 360-ı bölərəm 6-ya, bərabərdir 60. Yəni bir diş digər dişi əvəzləmək isə 60 dərəcə getməlidir. Fikir verin dostlar. Burada neyinib qırıq-qırıq xətt? Heç 60 getməyib. Təqribi olaraq 3-cü fiqura yazıram 50. Bu arada ola bilər misalın əvvəlində demədim. O qədər izah eləmişik ki, bu sualı. Fiqurda qalın xətti vəziyyəti, qırıq xətti vəziyyəti aparmalısan. Saat əqrəbi istiqamətində. Məqsəd odur. Bax, ikinci fiqurda elədir dostlar. O da saat əqrəbi istiqamətində. İki tərəfi var. Amma gəlin burada neyniyək? Bax, bir düz xətt çəkək. Çəkdim dostlar. İki dənə hissəsi var deyə belə ayırd eləmək çətin ola bilər. Müəllim, bir tərəfdən o bir tərəfə 180 dərəcədirmi? Əslində hə, 180 dərəcədir bir tərəfdən. Eyni fiqurdur. Amma fikir verin dostlar, bir tərəfdən, yəni o birisi hissəsinə qədər 180-dir. Amma baxın, bu beləsinə dayanıb. Necə kör bucaq kimi. Amma gəlin lap onu dəqiq təyin edək. Necə? Mərkəzdən keçən düz xəttimi tapıram. Bax, bunun da bu hissəsindən mərkəzindən keçirir. Eyni tərəf olanda hər iki tərəfdən də ox çıxarda bilərsən bu arada. Bir də dostlar, bu birisi tərəfdəndir. Bax, mərkəzdən keçən düz xətt. Hər ikisindən də ox çıxartdım. Qırmızı fiqur məndə ana fiqurdur. Qırmızını nə vəziyyətinə gətirməliyəm? Göy vəziyyətinə. Fikir verin, verilən fiqurda qırmızı göyə gələndə nə alınır dostlar? Kör bucaq. Bura qədər gəlsəydi 180 idi. Amma nə edir? 180-ə çatmadı. Və yaxud da ki, bu qırmızını baxın, aparanda həmin dərəcədir. Nə qədər? Yenə kör bucaq. Yəni ikinci fiqur mənim üçün nə qədər əşit eləmiş olur? Yazıram 130 dərəcə. Bəs birinci fiquru necədir, müəllim? Birinci fiqurda da bilirsən. Yox, birinci fiqurda artıq siz diqqət etsəniz, fiqurun fərqlənən tərəfi var. Necə? Bax, dostlar, bu hissədə bu fiqurun özüdür. Elə belə qalınladım ki, siz o xətti seçə biləsiniz. Ha. Bu fiqurun fərqlənən tərəfi hansıdır deyib, bu ortada yerləşən xətt. Və buradan dostlar, bir düz xətt saldım, buradan çıxartdım. Və oxu indi onun fərqli tərəfi hansıdır? Bu tərəf çıxartdım. Həmin funksiyanı gətirirəm burada. Digər fiqura da tətbiq edirəm. Hansına? Deyib, bu qırıq xəttdə. Fikir verin, iki dənə xəttin arasında. Fərqləndirə biləcəyim tərəf buradır. Çəkdim və oxu hardan çıxartmışdım dostlar? Deyib, bunun bu iti tərəfindən. İndi göyü gətirməliyim. Yəni, bu səfər rəngi dəyişdim, göy oldu əsas fiqur. Fikir verin, göyü gətirdim bura. 180 dərəcə tamamlandı. 180-da keçdim. Geriyə aparsaydım saat əqrəb istiqamətinə daha tez çatıram. Niyə? Görürsən ki, təqrib olaraq bura 140 dərəcədir. Amma mənə saat əqrəb istiqaməti yox. Nə lazım? Saat əqrəb əksi yox. Nə lazımdır? Saat əqrəb istiqaməti. Cəmi 360 elədiyinə görə bura olacaq 220. Yəni birinci fiqurum da mənim üçün etmiş olur 220. Bu da məndən nəyə soruşur ki?
Dönmə bucaqların artması ilə yazıq. Demək, birinci 5 gəlir. 3, 4, 2 və 1. O da eləyir C. Daha sonrasında 10-cu sualdır. Bu sualı artıq demək olar ki, bir çoxumuz əzbər bilir. Ya artıq neçənci qəbulda düşür. Bunu da dəyərli dostlar, bilməyənlər üçün izah edək. Yenə ola bilər dediyim kimi ilk dəfə də ola bilər. Qulaq asanlar var. Amma tez əlindəyim. Bax, bura yazdım 12, 11. Niyə? Güzgüdə verildiyi üçün. Güzgüdə verildiyinə görə saatın yerləri dəyişir. 10, 9, 8, 7, 6, 5. İndi məndə nə yazıb? Deyir dostlar, 11-11-də biz evdən çıxmalıyıq. Mən artıq bilirəm ki, məndəki saat 8 neçədir? Verilən misalda. 8:25. 5 ilə 6-nın arasında verib. 8 neçə? Tutalım. 8, 20 neçəsə. Bu 20, 26 da ola bilər, 27 də ola bilər. Ya bura 8, 26 yazıram. Bir dəfə də 8, 27 ilə yoxlayaram. İndi 11, 11-ə baxıram. Bu cavab hissələri dostlar, burada səhv qeyd olunub. Deyəsən, cavab hissəsinə baxmayın. 8, 26, 11, 11 olmalıdır. Mən onda dostlar 8, 26-nı saat 9-a tamamlayayım. 9-a necə tamamlayaram? 9-a tamamlasam 34 dəqiqə buradan var. Üstünə də gələrəm. Verilən hissədə. 9-a tamamladım. 11, 11 olması üçün də nə qədər zaman lazımdır mənə? 10, neçə? Aha. Hə. 9-a tamamladım. Əlavə olaraq qaldı məndə. Burada 10-dan da. 11, 11-ə getmək üçün. 2 saat 9-a tamamladım. 2 saat 11 dəqiqə də buradadır. Yəni həmin o 34-ün üstünə gələrəm. 2 saat 11 dəqiqəmdə təqrib olaraq mən deyir 2-ni vurub 60-a üstünə 11 gəlsəm 131. Eləmiş olur məsələ 165. Əslində burada saat 11-11 yox, 10-11 olsa misalımız daha doğru olur, ödəyir cavab hissəsində. Elə 10-11 kimi götürək dostlar bunu. Onda olmuş olur məndə 105. Axı 105 yoxdur. Onda nə edirəm bu hissədə? Buranı qeyd edirəm dostlar 10 kimi ki cavablarla işləyə biləcək. Hə, indi 10-11 deyil. Mən saat tapmışdım 8, 26. 26 götürəndə alım. İndi 27 tapsam, bunu saat 9-a gətirib tamamlayayım. Tamamlamaq üçün 33 dəqiqə buradan lazımdır. Bir də 9-dan da hara getməliyim? Saat 10, 11-ə. Bu da eləyir 1 saat 11 dəqiqə də burada lazımdır. Burada qaldı 71 dəqiqə, bu da 33 dəqiqə. Toplayırsan eləyir neçə? 104. Növbəti bir suala keçid eləyək. Fiqurların sayılması ilə bağlıdır. Yanvar ayının qəbul sualıdır. Bu videoda da deyim, keçən səfərdə çəkəndə videolar hamısında demişəm ki, dostlar, fiqurları saymağın standart qaydası ilə yanaşı, standart olmayan qaydaları da var. Yəni, hər fiqur müxtəlif cür sayıla bilər. Yəni, siz fikirləşməyin ki, mən bu fiqur necə sayım? Otur bir-bir say. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bununla bərabər 13. Sonra dostlar 14, 15, 16 və bir də özü 17. 12-ci sual. Bu iki sətr üzrə misala baxsanız dostlar, üst-üstə qoyduğu zaman tərs olan tərəfləri çıxır. Fikir verin. Qalır bir dənə hansı istiqamət qalıbsa o. Yəni bu ikisini üst-üstə qoysam qarşı-qarşıya çıxdılar. Nə qalır? Heç nə. Yalnız boşluq. Növbəti bir sual 13-cü sualdır. Biz bu qara xanaların üst-üstə qoyulmasıdır. Daha sonra rəngin dəyişməsidir. Bu kimi suallarla da rastlaşırıq qəbulda. Magistrın da qəbulunda, verginin də qəbulunda bir neçə dəfə görmüşük. Bax, baxıram bu hissəyə dostlar. 2 dənə ağ, bir dənə qara. Üst-üstə qoyub. Nə alıb? Baxın, ağ. Deməli, 2 ağ və 1 qara olsa nə yazıram? Ağ. Bəs görək aşağı niyə silib? 1, 2, 3. 3 olanda heç nə yazmırsan. Bəs görək qaranı necə alıb? 1, 1, 1. Olub məndə 2 qara, bir dənə də ağ.
olub nə? Qara. Yəni nə? Sayı çox olanı yaz. Onda verilən hissədə baxıram bu hissəyə dəyərli dostlar. Sol tərəf bir qara, bir ağ, bir ağ. İki ağ, bir qara olanda sol olur ağ. Avtomatik ağ getdi. Ortaya baxıram. Ağ, ağ, qara. İki ağ, bir qara orta olmalıdır mütləq ağ. Avtomatik B getdi, C getdi. Bir dənə bunların fərqləndirən tərəflərindən biri məsələn aşağıdır. Bir, iki, üç. İki ağ, bir qara olmalıdır ağ. Avtomatikdə də getdi, qaldı Y bəndi. Hə, daha sonra keçirik 14-cü sual tipinə. Belə bir sual tipi ilə biz bir neçə dəfə qəbulda rastlaşmışıq. Həm 2022-ci ildə, həm 2021-də, həm yüksəlişin qəbulunda. Bax dostlar, uyğun olan xanalar uyğun olan tərəfi göstərir. Yəni deyir A ilə B-nin arasındakı fərq 2-dir. A minus B bərabərdir 2. Və A ilə B-nin hasilini verir. 63. 63 nətər ola bilər? Ya 9 ilə 7-dir, ya da nə? 21 ilə 3. İndi hansının arasında fərq 2-dir? 9 ilə 7. Buradan təyin eləmək olur ki, A 9-dur, B 7. Deyir, indi A-nı C-yə bölüb 3 alır. 9-u nəyə bölsəm 3 alır? Ancaq 3-ü. Onda belə çıxır ki, C 3-dürsə, baxın, 3-ün üstünə gəlsəm 10 eləyər, 7. Bu da məndən soruşur ki, A vur B bölünsün C. Yəni, elə A vur B var, 63, bölünsün 3. Bu da bərabərdir 1. Növbəti bir suala keçid eləyək. Linkli tərəzi. Biz çoxdandır ki, biz bunu dövlət qulunun qəbulunda görmürdük. Həmişə standart bərabər qollu tərəzilərə baxırdıq. Burada dostlar, mərkəz nöqtəsini tapıram. Qolların sayını yazıram. 1, 2, 3, 4, 5 və 6. Sağ tərəfdə də yazıram. 1, 2, 3, 4 və 5. Onda verilən misalda, dəyərli dostlar, ola bilər x olan hissəsi. 6 vur 8, üstə gələk. 2 vur 2, bərabər. 6 vur 3, plus. Deyəsən bu 6x də olmalıydı. Bir dənə cavaba baxaq. 6x. Onu dəyərli dostlar, sol tərəf eləyir 52. Sağ tərəfdə 18. 52-dən 18 çıxanda bizdə qalır 6x. Qalmış olur bu hissədə 34. Deyəsən səhvliyimiz var burada bir dənə. 34. Yəqin texniki bir səhvlik olub. O da yəqin burada 30 hissəsi qalmalıymış. Onda dostlar verilən hissədə də bunu gətirib indi 5x-ə bərabər eləsəm. Tam misal indi yanlışdır. Sonra indi bu hissədə cavab verir hissəsinə baxmayın. X-im də neçəyə bərabərdir? 34 böl 5. Yəqin burada hansısa bir nöqtə hissəsində yanlışdır. İndi isə dəyərli dostlar, gəlin keçid eləyən 16-cı sualı. Oktedrdir, fəzəl fiqurların içərisində çoxdan da iş qəbulda rastlaşmırıq. Rastlaşa bilərikmi? Yəqin ki, hə. Bax dostlar, oktedrdə bir nöqtədən 1, 2, 3, 4 dənə üçbucağı birləşir. Bu bizdən düzgün oktedrin göstərilməyən hissəsini soruşur. C bəndidir. Niyə? Bir nöqtədən 1, 2, 3, 4, 5 dənə üçbucağı birləşdirilə bilməz. Daha sonrasında 17-ci sual hesab əməlləri mövzusuna aid olan hissədir. Bu mövzunu yazmaq üçün dostlar, həqiqətən ya variantlardan işləməlisən, ya da ki, riyaziyyat biliyin olmalıdır. Necə yəni riyaziyyat biliyin? Bildiyin dostlar, tək və cütlərlə bu misal eləmək olur. Verilən 3 hərfdən biri aşağı düşürdüsə, deməli yerdə qalan digər ikisinin cəmi avtomatik 10-dur. Yəni sonu sıfırla bitməlidir. A ilə N-in cəmi 10 eləyən harda var? Bax, 2 ilə 4 olmaz, 7 ilə 5 olmaz, 4 ilə 5 olmaz. C'dir, A'dır, 7 getdi. Onda burada 1 yadda. Bax, istənilən 2 dənə ədəd, üstünə də 1 gəlsən, 2 nəyə vurursan, vur cüt. Bu 1 də tək olduğuna görə. Deməli, A necə bir ədəddir? Tək ədəd. A-nı nə bilirsən, mənim tək. Çünki dostlar, 2-ni nəyə vurub, üstünə 1 gəlsən, tək eləyir. A-nın da tək olan qiyməti fikir verin, ikinci ədəd olduğuna görə. Hansı da bir dənə? B bənd. Yox, müəllim, bəs bunu açıq sual üçün verə bilər və yaxud da ki, necə yaza bilərəm? Bilirsiniz, götür variantlarda. Yəni, P1 deməkdir, L4-dür, N6-dır, A7-dir, N-dəki 3-dür. Apar, bu yerinə yaz.
Növbəti bir sual fiqur ardıcılığı ilə bağlı. Dostlar, buna A deyim, buna da B deyim. Gördüyünüz A saat əqrəbinin əks istiqamətində 2 addım gedir. B isə saat əqrəbində 1 addım. Baxın, A ilə B burada. B bu hissədə, B burada. Növbəti B harda olacaq? D yuxarıda. Bəs A da 2 addım gəlsin dostlar. A harda olur? D bu hissədə. O da bir dənə harda var? D variantında. 19-cu sual yenə rebus məsələsinə aid olan bir hissədir. Və dostlar, gördüyünüz hissədə bir şeyi mərkəzə yazıbsa, bu o deməkdir ki, mən səni almalıyam. Bax, 6. 2-nin, 7-nin və 9-un cəmindən alınır. Necə? 2, 7 və 9-u toplayıb böyük üçün. Bərabərdə 6. Yəni, A-nı tapmaq istəsək, 9, 4 və 8. Bu bizdə eləyir 21. Bölsəm üçün A 7-dir. 3, 8. Nəyə 3-ə bölsəm 4 eləyir? 12-ni. Onda C 1-dir. İndi gəldik maraqlı hissəsinə. Bəs bu 8-i necə alır? 8 isə dostlar, ona qonşu olan 2-nin, 6-nın və 9-un cəmini toplayıb, eləyib 17. Rəqəmləri cəm. Bir üstə gələk 7, 8. Yəni, B-ni tapmaq istəsəm, 7, 5 və 2 toplayıram. Eləyir 14. Bu da rəqəmləri cəmi toplasam 5. 7-nin üstünə də bizi dəqiqə dostlar 7, 5, 14 hər rəqəmləri cəmi yazdıq bu hissəni. 7-nin üstünə də 7 gəlib. Çıxıram 1. 7-nin üstünə də 5 gəlib. Çıxıram 1. Bu da bərabərdə 15. Növbəti bir sual Kakurodur. Bu misal burada istəsəz videonu dayandırarsınız dostlar. Özünüz bir baxarsınız. Demək olar ki, artıq bizim üçün vazkeçilməz oyun olaraq Kakuro bir tarixə çevrilib. Demək olar ki, bütün imtahanlarda var. Bu da videonu dayandırın dostlar. İstəsəz həmin bu suala yazarsınız düzgün variantını aşağıdan qeyd eləyərsiniz. Keçdik növbəti bir suala, 21-ci suala. 21-ci sualda da cədvəl tipi bir misaldır. Belə bir misalla biz bir dəfə 2023-də rastlaşmışıq. Ədədləri qruplaşdırırdı. 663-ü bölüb 3-ə bərabərdir 221. 976-nı bölüb 4-ə bərabərdir 244. Yəni 791-i 3-ə bölsəm eləyir 113. Növbəti bir sual 22-ci sualdır. Dostlar, K-la elin cəmini verib bizə. K plus L bərabərdir 8 və 2M bərabərdir K plus L. Buradan rahatlıqla tapmaq olur ki, 8 isə M neçədir? M bərabər 4. Sonra mənə deyir ki, dostlar, M 4-dür. Nədən 4 çıxsam K qalar? Mən bilirəm ki, bu ikisinin cəmi 8-dir. Variantları yerinə qoya bilərdim. L6, K-dakı 2. Həm də niyə? Çıxanda toplayım cəmini sanılsın 8. Növbəti bir sual 23-cü sualdır. Fiqurların tərəf-tərəfə toplanıb çıxılması ilə bağlı olan bir hissədir. Bu sualı biz 2024-cü ilin aprelində görmüşük. Mən elə düşünürəm ki, ola bilər bu imtahan olması da növbəti bir imtahana da yenə qəbula düşə bilər. Və dostlar, 2 hissəlidir fiqur, 1 hissəlidir. Yəni 2 hissəsi var, 1 hissəsi. Ox sola baxır. 1, 2, 3 hissə. Sola baxanda neyini? Toplayır. İndi sağa baxıram. Bu 2 hissə dostlar, bu da 1. Alıb 1. Ox sağa baxanda nə qalıb bunlar? Çıxıb. Bərabərdir 1. Onda verilən misalda 3 və 3. Hər ikisini toplayıram. Verilən hissədə 6. Bu 8 hissəli 1, 2, 3, 4, 5. 5 də sağa baxır. Çıxıram. Qalır 3. 6-nın üstündə də 3 gəlir. Çıxıram. 1, 2, 3, 4. Bərabərdir 5. 5 hissəli fiqurumda D variantı.
Hə, gəldik çıxdıq 24-cü suala. Ola bilər ki, qarşıdakı dövrlərdə bir daha bizim qəbulda rastlaşa biləcəyimiz sual tiplərindən biri də bu olar. Burada dostlar, uyğun olan tərəfləri, məsələn, bu aşağıda verilən misalın nəsə bir özəlliyini tapıb, bu ikisində də oxşar olan bir tərəf yaratmalıyam. Necə? Baxın dostlar, burada məndə fikir verin. Bütün verilən fiqurların hamısı nə edir? Mərkəzə doğru baxır. Bax, ikidə hərəkətlər xaotikdəndir. Mərkəzə baxan hissəsi də var. Amma həmişə baxmır. Bir dəfə bax. Amma fikir verin, birinci fiqurda hamısı nə edir? Mərkəzə doğru. Ona görə dostlar, bunu mən birinciyə nəyin oxşadıb yaza bilərəm? Oxşada bilərəm dostlar, mərkəzə baxma. Deməli, bu həm nəyə uyğun gəlir? Birə. Bəs görək yaxşı, iki ilə bunun ortaq bir nə cəhət ola bilər? Rəngi ilə mi bağlı ola bilər? Yoxsa fiqurların bir-birinə duruşuna mı görədir? Baxın dostlar, boz xanım. İki dənə boz. İki, 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 iki. Burada da bozların sayına baxın, ikidir. Demək, ikinciyə nəyə oxşada bilərəm? Boz xanımların sayını. Deməli, həm bir üçün oxşar cəhəti var, həm iki üçün. Onda verilən misalda cavab nədir? Hər ikisi. Bununla bağlı da bizim yeni nəşr etdiyimiz sınaq toplusunda bir neçə sual yer alır, dostlar. Yəqin ki, sınaq toplusunu əldə edən dostlarımız artıq onun içərisindəki sualla tanış olublar. 25-ci sual. Kubun dostlara bizə açılışını verib bizdən qapanış soruşur. Mən nə edirəm? Baxıram bu hissədə görüm. Nəyi necə yerinə qoya bilərəm? Siz buna baxsanız, birincisi bu kubun açılış formasında. Bu biri gətirib bura yazaram. Niyə yazıram bu hissə? Bu hissəyə yazıram ki, mənim üçün misal düzləşsin. Bax, sildim getdi. İndi kubun qarşı üzləri var. 1 və 3, 5 və 4, bir də 2 ilə 6. Bir kubun alt dənəzi olur və onun üçü bir-birinə dostlar qarşıdır. Onda verilən misalda qarşı üzlərə görə heç bir variantı çıxa bilmirəm. Aha, bəs onda müəllim, mən neyniyim? Ona dostlar, verilən fiqurların bir-birinə duruşunu nəzərə almalıyam və bir də onun sağında yerləşir, yerləşməməyinə, solunda mı yerləşir, üstündə belə mi baxır? Həmin o hissələrə diqqət edirəm. Birincisi məndə nə gəlir? Baxın. Baxıram bu hissədə 1 gəlsin. Deyir 1-dən sonra 2, 2-dən sonra 4 gəlsin. Mən buna sağ əqrəb istiqamətində baxıram və yaxud da ki, birin sağı 4 olsun, üstü 2. Axı birin sağında heç nə yoxdur. Necə eləyə bilərəm? 4-ü gətirim dostlar bu hissəyə. Bizdə yer dəyişmə əməliyyatı var. Aşırtma əməliyyatından dəlalım. Və yerini dəyişdim, getdim, yazdım bura. 2-ni də aşırdanda dostlar, yuxarı hissəni sol aşırdanda sağ əqrəb istiqamətinin əksinə, sağ aşırdanda sağ əqrəb istiqamət. Yəni, bax, bu tərəf hara birləşdi? Bax, bura. İndi verilən bu hissədə bu 2-ni o tərəf aşırsam, bu 2 gəldi belə. Şaqili formada dayandı. İndi mən nə dedim dostlar? Dedim 1, 4, 2. Bax, 1 gəlsin. 2 gəlsin, 4 gəlsin. Bax, aşağıda sadə əqrəb istiqamətində saydım dediklərimi. 1, 2, 4. Burada sadə əqrəbin nəsinə? Baxın, 1, 2, 4. Demək nədir bu? Səhvdir. Məsələn, Y bəndi. Niyə səhvdir? 5 ilə 3-ün bir-birinə duruşuna görə. 5 heçə bax, dostlar. 3 ilə belə durmur. Görürsünüz, bu ana necə durub? Perpendikulyar. Bəs B nəyə görə səhvdir desəz, bax, bu 6-nı aşırdıq, gətirsən bura, dostlar. Bax, deyirəm nə gəlsin? 3, 4 və 6. Və 6-nı aşırdım, gətirdim. Sadə əqrəb istiqaməti 3, 4 və 6. Düzdür, sadə əqrəb istiqamətində ödəyir. Bəs səhv olan şey nədir? 3-ün dostlar, 6-ya duruşu. Bax, görürsən, bunun içərisi boş tərəfidir. Bax, bunun nəyə durur? Yan tərəf. C bəndi niyə səhvdir ki? Bu 6-nı aşırdım, gətirin bura. Deyirəm 6 gəlsin. Daha doğrusu A-nı çıxmışam, 6 gəlsin, 5 gəlsin, 1. Sadə əqrəb. Bax, 6 gəlsin, 5 gəlsin, 1. Sadə əqrəbin nə idi? Əks. Qaldı bir dənə D bəndi.
İndi olur ya bəzən dostlarımız belə. Müəllim nə var ki burada? Mən onu görürəm. Nə? Kino şirkəti bura. Şurada orada görsənir də. 3 gəlsin, 5 gəlsin, 2. Baxın. 3, 5, 2. Həm də duruşlar bir-birinə düzgündür. 26-cı sual. Bu maraqlı bir qəbul sualıdır. 2022-ci ilin dekabr ayının qəbul sualıdır. Biraz adamı gözündə çaşdırır izləməklə bağlı. Necə? Bu dostlar, birinci dəyişən fiqurlar nədir? Baxın, bu iki fiqur çarpaz yerini dəyişir. Nə? Dairənin üçbucaq. Amma digər dördü neyniyib? Baxın, ikisi yerində nədir? Sabitdir. Növbəti səfər neyniyib? İndi bu ikisi, bax, üçbucaqla dairə yerində sabitdir. Rombla kvadrat yerində sabitdir. Bu səfər nə dəyişib? Dairə ilə saat. Deməli, hər dəfəsində 4 fiqur yerində sabit qalır, ikisi qarşı-qarşıya dəyişir. Onda belə çıxır ki, məndə növbəti səfər hansı fiqurlar dəyişməlidir, dostlar? Bu ikisi və bu ikisi sabit qalıb. Sadəcə olaraq nə? Robla kvadrat yerini dəyişəcək. Dairə, ürək, saat, üçbucaq. Rombla da kvadrat. Baxım görüm elə bir variantlar da var. Deyəsən Y bəndi. Romb keçir sağa, kvadrata keçir sola. Məsələn, B bəndi də buna uyğun gəlir. Hə, B-də səhv olan şey dostlar, ürəklə dairənin yerini dəyişməkdir. Bir anlıq gözüm çaşdı. Hə, keçir 27-ci suala. Bax, dəyərli dostlar. Deyir, sual işarəsini verir. Deyir, çalış bu hissəni doldur. Bax, divan. Bizdə dostlar, bir söz üç hissəyə də uyğun gəlir. Mebelin bir növüdür. Divan şeirlər toplusudur. Bir də divan məhkəməsi. Üz isə bizdə. Üz, insanın üzü, yəni siması. Üz, üzmək, suda üzmək. Bir də deyirik, filan kəslə əlaqəni üz. Əlaqəni kəs. Bax, bu mənadır. Sonra gəlir 28-ci sual. Bildiyimiz şifrələr mövzusuna aiddir. Bu sual da dostlar sizlər üçün burada buraxıram. Aşağıdan həmin hissənin doğru variantını tapıb yaza bilərsiniz. Tələbələrin ən çox sevdiyi mövzudur ki, həmişə bunu görəndə üzləri gülür. Elə həmişə də sizin üzünüz gülsün tək. Yığdığınız baldan, göstərdiyiniz nəticədən asılı olmayaraq. Həyat bir imtahandır. Bu imtahandakı timin keçirdiyi imtahandır. Ona görə dostlar, nəyəsə görə qətiyyən pis olmayın. Nə var ki? İmtahan da gedərik də, keçərik də, kəsilərik də. Hər zaman həyatda qazanan sizsiniz. Bax, hər daim bura necə ki, siz çəkmişəm şəkil olaraq. Görürsünüz, günəş kimi parıldıyor. Hər zaman da günəş kimi parıldayın. Və həyatda fikirləşməyin ki, görün mən burada nə edə bilərəm, nə iş görə bilərəm. Misaldır, imtahandır, getdi. İmtahandır, keçsə sertifikat qazanacaqsınız. Bir dənə sertifikatınız olacaq. Yox, imtahandır. Kəsilsəniz də dostlar, ən azından imtahan təcrübəsi qazanırsınız. Yəni, hər tərəfdən qazanan sizsiniz. Ona görə heç nəyə görə peşman olmayın. İnsan da həyatda həmişə etdiyi şeyə görə yox, etmədiyi şeyə görə peşman olur. Ən azından sizlər cəsursunuz ki, görün, neçə min adamın içərisində gedirsiniz imtahana. Və buna görə də sizə afərin. İndi dostlar, 29-cu sual qeyri-aşkar operatordur. 2023-cü ilin mart ayının qəbusu oldu. 5 ilə 94-dən 31 alıb. Necə? Bir tərəf kiçik, bir tərəf böyük olanda. Demək, burada kub kvadrat söhbəti var. Neyini? Soldakının kubundan çıxır sağdakı. Bərabərdə 31. Fikir verin. 6-nın kubu çıx 127, 89. Yəni 3-ün kubundan 12-ni çıxsam, qalacaq məndə 13. Deyəsən, bu cavabların hamısını düzəldəndə başqa bir cür hesablamışam. Əsas odur ki, sınaqda ən sonunda düzəldərəm. Demək, daha sonra dostlar, 30-cu misalda da hə, artıq görün, neçənci səfərdir bununla bizim qəbulumuza düşür. Maraqlı bir sualdır, çətin bir sual deyil. Bunu əslində bundan əvvəlki videolarda da izah eləmişəm. Bu hissədə də niyə izah eləmək istəyirəm? Dediyim kimi, ola bilər bu video yeni dövlət qulluğuna hazırlaşmaq istəyən dostlarımızın qarşısına çıxar. Onlar üçün də bir yenilik olsun ki, belə bir şey varmış. Dostlar, burada bax, ox başlamaq istiqaməti göstərir. Məsələn, 40-dan 20-ni alıb, necə?
6 bucaq, 4 bucaq. Altdan 4'ü çıxır, qalır 2. 40-dan 2-ni bölərək alır. Deməli, bu yarım çevrənin işi nədir? Bölmək. Görək həqiqətən ödəyir. Yarım çevrə ayrı da var, deyil burada. 8 bucaq, 3 bucaq. 8-dən 3, böyükdən kiçiyi çıxıram, qalır 5. Bölüb alıbmış 3. Növbəti sıra dəyərli dostlarım. Baxıram, bax 3-dən 9 alıb. Necə alıb? 5. Burada məndə 8. 8-dən dostlar 5-i çıxıb, qalıb 3. 3-dən 9-u necə alıb? Vurmaqla. Deməli, onda bu hissənin işi nədir? Böyük dairəni vurmaq. Görək ödəyir. 4 bucaq, 7 bucaq. 7-dən 4-ü çıxsam, qalır 3. Sən demə vurub alınmış. Onda 24-dən A-nı almaq istəsən, siz bu hissəyə diqqət edin. 8 bucaq, 5 bucaq. Çıxıb bir-birin. Neçə olmalı dostlar? 3. Bölüb 3 alıb 8. Bir də mən B-ni tapmaq istəsəm, desəm bu hissə 7-dir. Dostlar, 8 olaraq nəzərdə saxlayıb, bunu da düzəldərəm. 9-dan B-ni. 6 bucaq, 5 bucaq. Əsas kulminasiya nöqtəsi buradır. İçərdən çölü çıxır. 1. Müsbət alanda toplayıram. 10. Fikir verin. 7-dən 5-i çıxır. Neçə eləyir? 2. Toplayıb 12. 5-dən də 3-ü çıxıram, qalır 2. Toplayıb. Amma bəs mən onu hardan bilim ki, müəllim, orada çıxma var. Baxın, 4 bucaq və 5, 7 bucaq. 4-dən 7-ni çıxıb, alıb -3. Toplayıb alıb 15. Bu dostlar videonun birinci hissəsi idi. Sizlərlə bərabər yenə digər hissədə olan qəbul suallarınızı ana baxacağıq. İndi birinci hissəni sizə təqdim etdim. Növbəti hissədə də sizlər üçün maraqlı olan sual tipləri olacaq. Ən əsas videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sizlər də əgər bizim dövlət orqanları üçün hazırladığımız sınaq toplusunu əldə etmək istəsəniz, dostlar, videonun sonunda da qeyd edirəm. Həm aşağıda yerləşən əlaqə nömrəsi ilə, həm bəzi elmlərdə yerləşən və digər metro stansiyalarının yaxınında kitab evlərinə də müraciət edə bilərsiniz. Qeyd edeyim ki, bu sınaq toplusu da sizə qarşıdakı imtahanlarda da yüksək nəticə əldə etməkdə kömək edəcək. Hər birinizi uğur arzu edirəm. Qoy hər bir şeyin yaxşısı gəlsin, sizləri tapsın. Növbəti videolarda da görüşənədək.